qeyri-formal və informal təhsil dediniz. Bu dedikdə nə nəzərdə tutulur? Qeyri-formal və informal. Buyurun. İlk öncə məlumunuz icbari təhsildən sonra heç də hər bir vətəndaşın formal təhsilə əl çatanlığı yəni mövcud deyil. O mənada ki, heç də buna hər kəs nail ola bilmir. Bu əslində təbiidir. Yəni hər kəs ali təhsilli olmalıdır deyə əslində bir prinsip də yoxdur. Sadəcə olaraq öz peşəsinin doğrudan da bilicisi, bu istiqamətdə təcrübəyə, səriştəyə və bacarığa malik olan kifayət qədər şəxslər var ki, onlar arzularıdır ki, onların da təhsil sənədi olsun. Onlar da bu və ya digər formada dövlət nümunəli sənədlə təmin olunsunlar. Biz bu mənada həmin vətəndaşlarımızın arzusunu həyata keçiririk. Eyni zamanda bizə verilən, tapşırılan bu missiyanı şərəflə və layiqli şəkildə həyata keçirməyə çalışırıq. Qeyri-formal təhsil. Qeyri-formal təhsil dedikdə formal təhsil imkanlarından kənarda olan, yəni formal təhsil mühitindən kənarda baş verən dərnək, təlim, kurslarda və yaxud da iş mühitində ola bilər ki, vətəndaşlarımız bilik, bacarıq, səriştə və təcrübəyə sahib olurlar. Misal üçün, bu müxtəlif vasitələrlə ola bilər. Əgər mövzumuz ustalarla bağlıdırsa, ustalardan nümunə çəkək ki, hər hansı bir şəxs həyatının müəyyən dövründə hər hansı bir ustanın yanında belə deyək, təcrübə keçibsə, tələbə olaraq elə də deyirlər, bəli, təcrübə keçibsə və müəyyən zamandan sonra o həmin ustadan bilik, bacarıq və səriştələri təcrübə olaraq əldə edibsə və zamanla özü də artıq müstəqil olaraq fəaliyyət göstərməyə başlayırsa, bu artıq qeyri-formal yolla əldə olunan bilik və bacarıqlardan söhbət gedir burada. Biz həmin şəxslərə münasibətdə tanınmanın həyata keçirilməsini agentlik olaraq təşkil edirik. Eyni zamanda informal təhsil, burada özünü təhsil yolu ilə bilik və bacarıq, təcrübə və səriştələrə malik olmaqdan söhbət gedir. Yəni, misal üçün, müxtəlif vasitələr ola bilər, internet resursları ola bilər, kitablar ola bilər. İnternet resurslarından söz düşmüşkən, nümunə olaraq qeyd edə bilərik ki, misal üçün, bir şəxs internetdən YouTube platforması üzərindən sevdiyi, hobbisi olan hər hansı bir fəaliyyəti araşdırmağa başlayır və zamanla o istiqamətdə də biliklər əldə edir və işinin müəyyən mənada peşəkarına çevrilmək üçün özü müstəqil şəkildə fəaliyyət göstərir. Misal üçün, xanımlar nümunəsində bunu seçmək olar ki, şirniyyatla məşğul olan bir sahə üzrə xanım bu sahə üzrə uzun müddət tədqiqat, belə də YouTube üzərindən tədqiqat apardıqdan sonra artıq özü müstəqil şəkildə deyək ki, tort, digər şirniyyat hazırlaya bilir və artıq bu kateqoriyalı insanlar da informal təhsilə sahib olmuş insanlar hesab olunur və biz həmin kateqoriyaya daxil olan, belə deyək, insanların da tanınmasını, əvvəlcə qiymətləndirilməsini, bilik və bacarıqlarının, səriştə və təcrübələrinin qiymətləndirilməsini, daha sonra isə əgər qiymətləndirmə prosesindən onlar uğurla keçərlərsə, onların tanınmasını həyata keçiririk. Mən istəyirəm ki, ölkə üzrə bax, siz dediyiniz tanınmasını həyata keçirmək sözün altında nələr var? Məsələn, nə qeyd edə bilərsiniz? Biz orada müəyyən imtahanlar, bir neçə mərhələdən ibarət imtahanlar təşkil edirik və bu mövzu ilə bağlı bunu ətraflı izah edəcəyik və bu imtahanlar nəticəsində uğurlu nəticə göstərən namizədlər bizim tərəfimizdən müvafiq sənədlə təltif olunurlar. Statistikanı mən sadəcə olaraq son ilin statistikasını göstərmək istəyirdim ki, hal-hazırda bu ilə qədər olan məlumata əsasən 343 ərizəçi 14 ixtisas üzrə bizə müraciət edib və onlardan 201 nəfər artıq dövlət nümunəli listələrlə təltif olunub, 20 nəfər isə hazırda praktiki imtahan mərhələsindədir. Eyni zamanda biz təkcə ustalarla bağlı, inşaat ustaları ilə bağlı olan ixtisaslara münasibətdə deyil, 2025-ci ilə qədər biz 26 peşə ixtisası ilə bağlı tanınmanı, qiymətləndirmə və tanınmanı həyata keçiririksə, artıq bu ildən 5 yeni ixtisas, yəni təmirçi, çilingər, eyni zamanda
qrafik dizayner, arıçı, kombi və kondisioner ustası, mebel ustası ixtisaslarında bu il əlavə etmişik ki, yəni bu fəaliyyətlə məşğul olan insanlar da rahat bir şəkildə bizə müraciət edərək müvafiq sənədlə onları biz təltif edə bilərik müəyyən prosedurlardan sonra. Doğrudan da keyfiyyətli işini bilən peşəkar ustalar bizə çox lazımdır və bu məsələdə həqiqətən də bax bu gözəl agentlik var ki, buna dair çalışırlar. Yaxşıdır və statistikada yaxşı nümunədir, yaxşı göstəricidir sözün əsl mənasında. Onda nə fikirləşirsiniz? Bax bu artıq öz sualımdır sizə ki, onda zaman gələcək artıq yəqin ki deyir, necə deyim, bir diplomsuz usta qalmayacaq, düzdürmü? Nə fikirləşirsiniz bu barədə? Məncə də gedişat onu göstərir. Yəni artıq biz yalnız onlara müraciət etməli olacağıq gələcəkdə. Yəni xüsusilə bir sıra böyük şirkətlər, eləcə də dövlət müəssisələri müəyyən layihələr həyata keçirən zaman onlar maraqlıdırlar ki, ixtisası üzrə müvafiq sənədə sahib olan şəxsləri cəlb etsinlər prosesə. Çünki onlar buna əmin olmalıdırlar. Onlar buna əmin olmalıdırlar və bizim dövlət tərəfindən verilən, əslində keyfiyyət təminatı agentliyi olaraq verilən müvafiq sənəd onların ixtisası üzrə peşəkar olduğunu sübut edən bir mənada sənəd olduğu üçün məhz onlar əminliklə bu fəaliyyəti həyata keçirirlər. Hətta əgər gələcəkdə hökumət tərəfindən zərurət olarsa və icbarilik prinsipinə münasibətdə bu həyata keçirilərsə, biz də agentlik olaraq mərhələli şəkildə bu fəaliyyəti şərəflə həyata keçirməyə hazırıq. Eyni zamanda mən icazənizlə bir nüansa da toxunum ki, bu sevindirici haldır ki, bu biliklərin qiymətləndirilməsi və tanınmasını son xüsusilə 2 ildə biz yalnız paytaxt Bakı şəhərində deyil, ölkənin regionlarında da bu fəaliyyəti həyata keçiririk. Xüsusilə bu il ərzində Gəncə şəhəri, Abşeron rayonu, Gədəbəy, Bərdə, Goranboy kimi rayonlara biz gedərək orada usta kimi və yaxud da digər peşə ixtisasları ilə bağlı bizə müraciət edən şəxslərin bilik, təcrübə, səriştə və bacarıqlarının qiymətləndirilməsi istiqamətində fəaliyyət həyata keçirmişik.